Sələfilik bir dəlili anlama mənhəcidir. Sələfilik, yenə deyirəm, bir dəlili anlama mənhəcidir. Metoddur bu. Dəlili anlama metodudur sələfilik. Həqiqi sələflər kimlərdir? Nassı ucaldanlardır. Quran və sünnə. Həqiqi sələflər kimlərdir? Əslində nassı əfsəl olan əsrlərdə olan alimlərin anlayışı ilə anlayanlardır. Və ixtilaf dairəsini, məsələlərə, dini məsələlərə yanaşmaq, ixtilaf dairələri yoxdurmu? Yəni, nasları, yəni ictihad, ixtilaf deyil də, ictihad dairəsini daraltmayanlardır. Həqiqi sələflər daraltmırlar, ha. Məsələ, bu yöntəmdə var, bu yöntəmdə var, bu yöntəmdə var və bunlara ədalətlə yanaşırlar. Təəssübkeşliklə, nifrətlə deyil. Hətta fikir ayrılığı olsa belə, madəm ki, məsələ nə məsələdir? İctihad məsələsidir. Madəm ki, alimlərin bu